Salam əziz şagirdlər, abituriyentlər, müəllimlər. Bugünkü videomuz kiçik bir quizin izahı olacaq. Bu quizi paylaşmışdım səhifədə. İşləyənlər olubsa diqqətlə izləyə bilər və yaxud işləməmişsinizsə də yenə videonu izləyərək həm suallardan xəbərdar olacaqsınız, həm də cavabları biləcəksiniz. Suallar Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi yeni model əsasında hazırlanmışdır. Testlərin izahını verərkən testlərin içərisində olan bütün qrammatik qaydaların qısa-qısa vacib məqamlarını da qeyd etməyə çalışacağım. Diqqətlə dinləyin, diqqətlə izləyin, qeydlərinizi götürün. Test 13 ədəd qapalı tipli leksik və qrammatik sualdan ibarətdir. Burada quizdə 15 ədəd sual göstərir, çünki ilk 2 sualda ad, soyad, sinif, yaş və s. bunları qeyd etmişəm. 3-cü sualdan etibarən başlayır testimiz. Choose the correct option. It was interesting book, so I decided to buy copy for my brother. Bilirik ki it is, it was kimi ifadələrdən sonra sayılan təksim gəlirsə, qeyri-müəyyənlik artikli və yaxud ən artikli istifadə olunur. Və ən artiklinin istifadə olması isə özündən sonra sözün saitlə və ya samitlə başlamasından asılıdır. Interesting sözü saitlə başladığı üçün an interesting götürəcəyik. Ümumiyyətlə article nədir? Article determinerdir. Determiner nədir? İsmi müəyyən edir. Article ismin bizə məlum olduğunu və yaxud naməlum olduğunu, spesifik olduğunu və yaxud ümumi bir isimdən söhbət getdiyini bildirmək üçün lazımdır ingilis dilində. Əksər hallarda şagirdlər, abituriyentlər artiklın işlənməsi qaydasında çətinlik çəkirlər. Çünki Azərbaycan dilində bu qayda yoxdur və biz bunu tam olaraq qavramaq üçün nə iləsə müqayisə edə bilmirik. Sadəcə biz bunu bu cür anlamalıyıq ki, article bizə kömək edir ki, biz ismin ümumi və ya xüsusi, spesifik bir isim olduğunu müəyyən edək. Yəni, mən səndən qələm istəyirəm. Məhz o qələmimi istəyirəm. Hər hansı bir spesifik, xüsusi bir qələmimi istəyirəm. Yoxsa hər hansı bir qələm ver mənə deyirəm. Bunu bizə müəyyən etməkdə kömək edir. Buna görə müəyyən və qeyri-müəyyən artikellər var deyirik. Yəni, burada book sayılan təksimdir və onun təsvir edən sifətə gəlib qarşısında. It was an interesting book, so I decided to buy a copy for my brother. Bir nüsxəsini almağa qərar verdim qardaşım üçün. Cavab burada olacaq. B variantı. Choose the correct option. Although the test was quite difficult, of the students managed to finish it, while of them left some questions unanswered. Burada bizdən doğru quantifier seçməyimizi istəyir. Bəs biz doğru quantifier necə seçəcəyik? İngilis dilində test işləyərkən biz bəzi hallarda şagirdlərə deyə bilirik ki, məsələn, cümlədə bu varsa bunu işlədirik, bu yoxdursa bu olmaz, bunun yanında bu gəlməz və s. Bu cür tricks deyə biləcəyimiz və ya tips deyə biləcəyimiz tövsiyələr verə bilirik. Lakin bəzi hallarda isə biz yalnızca mənaya arxalanmalı oluruq. Və yaxud hər hansı bir sözün, bir ifadənin mənası bizə kömək edir ki, biz müəyyən edək, burada nə işləməlidir? Although the test was quite difficult, baxmayaraq ki, test olduqca çətin idi. Deməli, burada buna zidd olan bir məna işlənəcək. Çünki deyir, baxmayaraq ki, çətin idi. Çətin idi, lakin buna baxmayaraq, deməli, nəsə müsbət bir nəticə olub. Müsbət nəticə olubsa, testi bitirə bilən uşaqların sayı deməli çox olub. Yəni, no one olmaz. Heç kim bitirə bilmədi. Baxmayaraq ki, çətin idi, heç kim bitirə bilmədi. Bu tamamilə mənaya ziddir. D variantı çıxdı sırada. A variantında every of istifadə edə bilmirik. Burada every one of ola bilərdi, əgər of the students deyiriksə. Ona görə A variantı da getdi. B variantında each of the students managed to finish it, while all of them left some questions unanswered. Burada yenə mənaya diqqət edəcəyik. Deyir ki, şagirdlərin hər biri bunu bitirə bildi. Halbuki while yenə nə yaradır? Contrast yaradır. Bir şey belə olduğu halda digəri bu cür oldu. Yəni, ona nisbətən fərqli şəkildə oldu. Əgər fərqli şəkildə olubsa, hər biri bütün sualları bitirdi. Halbuki hamısı bəzi sualları cavabsız buraxdı, məna uyğun gəlmir. Çünki all hamısı deməkdir, each hər biri deməkdir. Orada isə ziddiyyət var. Yəni, mənaca heç cür uyğun gəlmədiyi üçün B variantı da getdi. C bəndinə baxaq. Most of the students managed to finish it. Əksəriyyəti sualları, tapşırıqları bitirə bildi. Lakin bəziləri bir neçə sualı cavabsız buraxdı. Uyğun gəlirmi? Bəli. Although bizə məna verdi ki, baxmayaraq ki, çətin idi, deməli, müsbət bir nəticə olub, əksəriyyəti bitirə bilib. Əksəriyyəti bitirə bildiyi halda bəziləri isə bir neçə sualı boş saxlayıb, cavabsız saxlayıb.
Deməli, mənaca və qrammatik baxımdan tamamilə uyğun gələn bənd C variantıdır. D bəndini onsuz da çıxmışdıq. Y bəndində isə hər ikisi bitirə bildi, lakin hər biri cavabsız buraxdı. Bu da mənaca uyğun gəlmir. Choose the correct option. Ümumiyyətlə, testi oxuyarkən bütöv oxuyun. Şərti onsuz da bilirəm məndən nə istəyir deyib dərhal variantlara keçid etməyin. Çünki şərtdə bəzən incorrect option deyə bilər. Choose the incorrect option. Bunu edən şagirdlər o qədər çox olur ki, bu səhv edir. The little girl smiled and answered the question. Smile da burada hərəkət bildirən feildir. Answer da hərəkət bildirən feildir. Balaca qız gülümsədi və suala cavab verdi. Biz bilirik ki, əgər ismə aiddirsə sifət işlədirik, feilə xəbərə aiddirsə zərf işlədirik. Ona görə də zərf işlədəcək burada. Hər iki tərəfdə də smiled happily and answered the question confidently. The question'dan sonra gəlib zərf. Biz onsuz da bilirik ki, tərzi hərəkət zərfliyi, ümumiyyətlə zərfliklər adətən cümlənin sonunda gəlir. Tərzi hərəkət zərfliyi isə ümumiyyətlə hər zaman sonda gəlir. Bəzən cümlənin əvvəlində gələ bilir, hərəkətin əvvəlində daha doğrusu gələ bilir. Bu zaman vurğu daha çox onun üzərinə düşür deyə adətən bədii dildə və yaxud daha pafoslu şəkildə demək üçün istifadə olunur. Məsələn, carefully, he opened the door. Yəni burada diqqətlə vurğu olunur. He opened the door carefully deyəndə daha çox bizə hərəkət önəm daşıyır. Amma carefully, he opened the door deyəndə burada vurğunu məhz diqqətlə açdığını qeyd edir. Vurğu onun üzərində olur. Yəni burada əsas biz answered the question, suala cavab verdi. Necə şəkildə, hansı şəkildə, nə tərzdə cavab verdi? Confidently, özgüvənli şəkildə. Choose the correct option. You your homework when your friend you yesterday. Doğru zamanı seçməyi tələb edən bəzi testlərdə biz cümlədə bu var, bunu seçə bilmərik kimi deyə bilirik. Bəzən isə sırf variantlara baxıb bu zamanla bu uzlaşmaz deyə bilirik. Bəzən isə ümumilikdə variantları yerinə qoyaraq ümumi cümlənin istifadəsinə, strukturuna, mənasına baxaraq seçim edə bilirik. Yesterday bilirik ki, past simple-ın zaman göstəricisidir. Ona görə was calling istifadə etməyəcəyik. Has called istifadə etməyəcəyik. C bəndini, D bəndini çıxacağıq. B variantını da çıxacağıq. Ona görə ki, have you done when your friend called you strukturu indiki bitmiş zamana uyğun deyil. Çünki when ilə bağlanan past simple cümləsi indiki bitmiş zamana birləşmir. Əgər since olsaydı, for olsaydı cümlədə və yaxud indiki bitmiş zamanı göstərən hər hansı bir zaman göstəricisi olsaydı, o zaman biz B bəndini seçə bilərdik. Ona görə B bəndini də çıxırıq. A və B arasında qaldıqda were you doing your homework when your friend called you yesterday? Bəli, biz keçmiş davam edici zamanı keçərkən onsuz da when, why bağlayıcısının istifadəsinə açıq-aşkar şəkildə göstəririk. When necə bağlanır? When-dən sonra gələn hərəkət past simple-da olur. Digər hərəkətimiz past continuous və ya past progressive adlandırdığımız keçmiş davam edici zamanda olur. Bilirik ki, when bizə nə verir? Anda əndə şəkilçisini verir. Dünən dostun sənə zəng edəndə sən ev tapşırığını edirdin. Which sentences can't be changed into the passive voice? The students have completed... Bizdən istəyir ki, hansı cümlələr passive voice, yəni məchul növə çevrilə bilməz. Biz bunu belə də deyə bilərik. Transitive and intransitive verbs var. Bunları əzbərləyək. Kimi də deyə bilərik. Qısa yoldan belə də deyə bilərik. Cümlənin içində kimi, kimə, nəyi, nəyə sualına cavab verən bir tamamlıq varsa, biz o cümləni passive voice-a çevirə bilirik. Yoxdursa, çevirə bilmirik. Gəlin, indi baxaq. The students have completed the project. Tələbələr layihəni tamamlamışdılar. Nəyi tamamlamışdılar? Layihəni. Deməli, bunu biz passive voice-a çevirə bilirik. Yəni, birinci cümlə çevrilə bilir. Bunu seçməyəcəyik. İkinci cümləyə baxaq. My brother was sleeping in his room. Qardaşım öz otağında yatırdı. Kim? Nə edirdi? Harada? Nəyi, nəyə, kimi, kimə? Yoxdur. Deməli, biz bunu çevirə bilmirik passive voice-a. Yəni, bunu seçəcəyik. Üçə baxaq. The manager offered me a new position. Menecer mənə yeni vəzifə, yeni mövqe, yeni vəzifə təklif etdi. Mənə nəyi təklif etdi? Yeni vəzifəni. Bu çevrilə bilir. Deməli, bunu da seçməyəcəyik.
The accident happened while everyone was having dinner. Hadisə baş verdi nə zaman? Hər kəs şam edərkən. Hər kəs yəni axşam yeməyi yer. Nə etdi? Nə zaman? Deməli burada da kimi, kimə, nəyi, nəyə sualına cavab verən heç bir söz, heç bir tamamlıq olmadığı üçün bu da çevrilə bilməz passive voice-a. Ona görə cavabımız 2 və 4-dür. Choose the correct option. Some students prefer studying alone. Others learn better in groups. Bəzi şagirdlər təklikdə dərs çalışmağı üstün tuturlar. Digərləri komanda şəklində daha yaxşı öyrəndikləri halda. Yəni nə var? Contrast, fərqli məna. Bəziləri belə etdiyi halda, digərləri belə edir. Bu mənanı bizə nə verirdi? While verirdi. Because çünki deməkdir, mənaca uyğun gəlmir. Until qədər dək deməkdir, məna olaraq qətiyyən uyğun gəlmir. Therefore ona görə də deməkdir, məna olaraq yenə qətiyyən uyğun gəlmir. Məsələ burasındadır ki, although və while mənaca bir-birinə oxşar gələ bilərsiniz. Çaşdıra bilər bu sizi. Although bizə concession verir. Yəni, təəccüb doğuran bir nəticə verir. While isə contrast. Bir-birinin ziddi olan, bir-biri ilə müqayisə olunan, comparison, bir-birindən fərqlənən, fərqləndirilən iki fikri, iki hadisəni, situasiyanı verir bizə. Yəni, məsələn, insanların yarısı buna inandığı halda digər yarısı təksib edirdi. Və yaxud bu sinifdə şagirdlərin əksəriyyəti imtahanda uğur əldə etdiyi halda bir neçəsi uğursuz oldu. Although isə bizə təəccüblü bir nəticəni göstərir. Yəni, məsələn, deyirəm ki, kənddə çox güclü daşqın oldu, sel oldu. Buna baxmayaraq, heç kimə və heç nəyə zərər gəlmədi. Və yaxud deyirəm ki, o imtahana həddindən artıq çox çalışırdı. Buna baxmayaraq, imtahanı keçə bilmədi. İmtahanda uğursuz oldu. Bu cür, yəni, gözlənilməz bir nəticə var. Cümlədəki fikirlər bir-birindən tamamilə fərqlənən iki ayrı fikri müqayisə edirsə, bu belə olduğu halda bu belə edir deyirsə, bu zaman while veririk. Bunun bir digəri isə whereas'dir. Whereas. While və yaxud whereas veririk. Əgər cümlədəki fikirlər biri digərinin gözlənilməz nəticəsidirsə, bu zaman though, although və yaxud even though veririk. Choose the correct option. The information provided by the teacher was very useful. Agreement-la bağlı bir testi. Subject verb agreement. Mübtəda ilə xəbərin uzlaşması. The information provided by the teacher. Baxın, information bizim əsas ismimiz. İnformasiya necə isimdir? Sayılmayan isimdir. Sayılmayan isim olduğu üçün xəbərimizdə təkdə olacaq. Bəziləriniz deyə bilərsiniz ki, axı xəbər teacher sözündən sonra gəlib. Teacher sayılan tək isimdir. Provided by the teacher informationın təyin edən ifadəsidir. Onun təyinidir. Müəllim tərəfindən verilən, müəllimin təmin etdiyi hansı müəllimin verdiyi məlumat, hansı məlumat? Deməli, burada müəllim bizim əsas ismimiz deyil, mübtədamız deyil. Mübtədamız nədir? Nə çox faydalı idi? Məlumat. Hansı məlumat? Müəllimin verdiyi məlumat. Bizdən doğrunu istəyir, biri götürəcək. Neither of the students were ready for the test. Şagirdlərin heç biri, bilirik ki, either, neither təkləyən quantifierlərdir. Yəni, xəbəri təkdə tələb edən. Özündən sonra of-la bağlananda cəm isim gəlsə də, xəbəri hər zaman təkdə tələb edir. Ona görə də 2 yanlışdır. Çünki ikincinin xəbərini cəmdə veriblər. Üçüncüyə baxaq. The number of applicants has increased this year. Bilirik ki, a number of gəlirsə cəm isim, cəm xəbər. The number of gəlirsə cəm isim, tək xəbər. Yəni, a number of cəm isim görürüksə xəbər cəm olmalıdır. The number of cəm isim görürüksə bu zaman xəbər tək olmalıdır. Xəbər təkdirmi? Bəli, təkdir. Ona görə üçüncünü doğru cavab kimi götürürük. Sonuncuya baxaq. A number of important decisions was made. Deməli, a number of decisions var və xəbər cəmdə olmalıydı. 4-də yanlışdır. 1 və 3-ü cavab olaraq seçəcəyik. Choose the correct option. We usually have our final exams June. Bu söz önlərinin in, on, at söz önlərinin zaman bildirən sözlərlə işlənməsi qaydasıdır. In daha çox uzun müddət bildirən ifadələrlə, sözlərlə işlənir. On daha çox gün, bir günün içərisində olarkən işlədilir. Bizim açar sözümüz burada deydi. Adətən dey sözü olan hər yerdə biz onu işlədirik. At isə ən qısa zaman çərçivəsində
istifadə olunur hər hansı bir saatda, saat 2-də, saat 3-də. Deməli dedik ki, iyun ay uzun müddət bildirir. Uzun müddət bildirdiyi üçün in seçəcəyik. Əvvəldən at olan bütün variantları getdi. Variantların içərisində arasında seçim etməli olsaq biz B və D variantı arasında qalacağıq. Dərhal belə test zamana qənaət olaraq Monday görən kimi biləcəyik ki, day sözü Monday həftənin günləri ilə 10 işlənir. Dərhal 10 seçəcəyik. Baxın burada burada 10-dur. B variantıdır cavabımız. Yenə də baxaq. In the second week of the month, bəli. Ayın neçəncisə yarısında, neçəncisə həftəsində, hansısa həftənin içərisində müddət bildirən, baxın, müəyyən qədər uzun bir müddət bildirən ifadələrdə biz in istifadə edirik. Cavabımız B bəndidir. In. Choose the correct interrogative sentences. Düzgün sual cümləsini seçin. Cümləmizə baxırıq. Cümləmiz keçmiş, bitmiş zamanı əhatə edən bir cümlədir. Keçmiş, bitmiş zamanın qaydası necədir? Past perfect. Past perfect. Perfect tense'ləri biz nə ilə düzə? Bitmiş zamanları nə ilə düzəldirik? Have has'ın formaları ilə. Have has'ın keçmiş, past dediyi üçün keçmiş forması olan had'i seçəcəyik və bütün bitmiş zamanlar da təbii ki past participle to ilə düzəlir. Yəni feilin 3-cü forması ilə. Sual formasında isə biz nə edirdik? Hər zaman köməkçi feili keçirirdik mübtədanın əvvəlinə. Yəni had üstə gəlinsin, mübtədamız üstə gəlinsin. Past participle to formasında olan feilimiz və cümlə beləcə davam edirdi. Deməli, did, had, finished variantı avtomatik olaraq çıxır. Bunu vurdum, indi işarə düşdü bura. Bu doğru cavab deyil, yəni ixtisar olunan cavabdır. Had you finished, biz feilin zamanını dəyişə bilmərik. Had you finished olmalıydı. A bəndini də çıxırıq. Had you finished. İkisində də qalmışıq C və D variantları arasında. Gəlin görək doğru cavab hansı olacaq. Bu zaman ikinci tərəfə baxacaq. Had you finished the report before the manager asked you to submit it? Bəli, keçmiş bitmiş zaman hansı zamanla uzlaşır? Keçmiş sadə zamanla. Had you finished the report before the manager asks you to submit it? Keçmiş bitmiş zaman indiki sadə zamanla uzlaşmır əsla. Ona görə D bəndini də çıxırıq. Cavabımız C bəndidir. Make up a sentence. Belə testləri iki cür edə bilərsiniz vaxta qənaət baxımından. Ya bütün sözləri sürətli şəkildə oxuyursunuz sırayla. The concert was people last night attended by thousands of. Bunu edərkən artıq əgər sizin cümlə qurma qabiliyyətiniz yetərincə inkişaf etmiş formadadısa, artıq siz müəyyən collocationları bir araya gətirəcəksiniz beyninizdə və nədən sonra nə gələr? Onları avtomatik olaraq sırayla yazacaqsınız. Məsələn, attended by-dan sonra insanın sayı gələr 5. Thousands of 5-dən sonra 6 gəlməlidir. Thousands of 5-dən sonra 6 gəlib, amma onunla bitə bilməz. Thousands of-dan sonra cəmdə olan isim gəlməlidir. People burada insanlar gələcək. Deməli 5-6-3 ardıcıllığında olan nə var? Gəlin baxaq. 5-6-3. 5-6-3 D bəndində var. Bu cür vaxta qənaət baxımından da edə bilərsiniz. Yaddaşınızda dərhal canlanan collocationları dərhal bir araya gətirirsiniz. Ən asan variantla onları ardıcıl sırayla yazırsınız və variantları çək edirsiniz. Hansında bu ardıcıllıq var. Və təbii ki, bunu etdikdən sonra həmin variantı diqqətlə bir də yoxlayın. Bundan əmin olun. Bəzən ola bilər ki, başqa variantda da bu ardıcıllıq var, gözünüzdən qaçıb. Və yaxud digər bir üsulu isə heç cür siz bu collocationları bir araya gətirə bilmirsiniz, çətinlik çəkirsinizsə, bu zaman belə edəcəksiniz. Variantları bir-bir gözdən keçirəcəksiniz. 3, 1, 2, məsələn, people, the concert. People, the concert yan-yana gələ bilərmi? Xeyr, əlbəttə ki, bu artıq heç bir məna vermir. People, the concert. A getdi. 4, 5, 6. Last night, attended by. Zamandan sonra dərhal xəbər gələrmi? Xeyr. Bu cür bunları çıxa-çıxa da, variantları çıxa-çıxa da ardıcıllığı tamamlaya bilərsiniz. Yəni indi biz D bəndini seçdik. Görək doğru mu seçmişik? The concert was attended by thousands of people last night. Bəli, doğru cavabdır. Complete the sentence. Sarah asked. Soruşdu. Vasitəli nitqin xüsusi sual forması. Baxın, where. Vasitəli nitqin xüsusi sual formasında askdan sonra sual sözü gəlir, xüsusi sual sözü gəlir. Bizim buradakı xüsusi sual sözümüz where'dir, asked where. Və bilirik ki, vasitəli nitqin suallarında heç vaxt bizim sual yaradan inversiyamız baş vermir. Yəni köməkçi feil və ya modal feil mübtədanın əvvəlinə keçmir. Öz ardıcıllığında davam edir cümlə. Nəqli cümlə formasında qalır. Did I buy? Olmaz. Baxın, köməkçi feil keçib əvvələ. Where I had bought that jacket. Bəli. Cavabımız budur. Sara soruşdu ki, mən pencəyi hardan almışdım? Sara mənim o pencəyi hardan aldığımı soruşdu. D variantını seçmirik nəyə görə? İki nüansa görə biz bunu seçə bilmərik. Birincisi odur ki, zaman uzlaşmasına diqqət edirik. Əgər bizim baş cümləmiz Sara asked keçmiş zamandadırsa, bizim hərəkətimiz bir addım geri getməlidir.
I had bought. Yəni indiki bitmiş zamanla uzlaşdıra bilmirik. Digər bir məqam isə odur ki, that keçmişə refer edən that jacket bir işarə əvəzliyidir burada. Ona görə keçmiş bitmiş zamanı seçəcəyik. Yəni B variantını seçəcəyik. D variantını yox. Where had I bought? Burada yenə köməkçi feil keçib əvvələ. Where had I buy? Ümumiyyətlə bunları oxumuruq. Köməkçi feil keçib əvvələ. Olmaz bu struktur. Choose the correct matches. Doğru cütlüyü, doğru uzlaşmanı seçin. Bir-biri ilə uyğunlaşdır testlərində də. Əgər birindən əminsinizsə, onu dərhal uyğunlaşdırın. Məsələn, enormous bilirəm, o biriləri bilmirəm. Enormous nədir? Nəhəng. Very large. Ən asandır. Budur 1B. Baxıram 1B. C və D bəndində var. Digərlərinə heç baxmıram. C və D bəndində var. Baxıram 2A, 2C. 2-yə baxaq. Reluctant istəksiz deməkdir. Könülsüz, istəksiz. Unwilling to do something mənasındadır. Bilmiriksə digərinə baxaq. Accurate. Accurate sözü correct and exact. Yəni accurate C. Baxacağıq. 3C, 2A. Cavabımız C bəndi. Və sonuncu testimiz. Choose the close meaning to the underlined word. Altından xətt çəkilmiş sözə ən yaxın mənalı sözü istəyir. Altından xətt çəkilmiş sözümüz nədir? Rejected. İmtina etmək. Refused. Cavab B variantıdır. Digər sözlərdə baxaq. Accept qəbul etməkdir. Improve. Təkmilləşdirmək, inkişaf etdirmək. Discuss. Müzakirə etmək. Prepare. Hazırlamaq. Reject, refuse sinonimlərdir. B variantı. Bəli, bugünlük izahımız bu qədər. Növbəti videolarda görüşənə qədər. Videonu bəyənməyi, kanala abunə olmağı və paylaşmağı unutmayın. Sağ olun.